Bugün sizə suda doğuşun tibbi əsasları, təhlükəsizliyi və effektivliyi barədə danışmaq istəyirəm. Qeyd edeyim ki, dünən biz Türkan həkimlə klinik şəraitdə suda doğuş həyata keçirdik. Suda doğuş nədir? Qeyd edək ki, suda doğuş, doğuşun aktiv mərhələsinin steril, isti su ilə doldurulmuş vannada aparılmasıdır. Suyun temperaturu 36-37 dərəcə olur. Su nəyə kömək edir? Mexanizmi nədir? İsti su əzələ relaksasiyasını artırır, katexolaminlər ifraz olunur, oksitosin daha effektiv ifraz olunur, ağrı hissini azaldır, ana məmnunluğu yüksək dərəcədə olur. Kimlər üçün göstərişdir? 37-41 həftə arası hamilələr, təkdöllü doğuş, baş gəlişi, normal KTG, kimlər üçün uyğun deyil? Preeklamsiya, kontrolsuz şəkərli diabet, infeksiyon xəstəliyi olan hamilələr, çoxdöllü hamiləlik. Dünənki suda doğuş təcrübəmiz onu göstərdi ki, doğuş daha sakit və kontrollu keçdi. Ana daha rahat idi. Yeni doğulmuşun adaptasiyası daha normal oldu. Müdaxiləyə ehtiyac qalmadı. Suda doğuş pasientlər üçün alternativ yox, rasional seçimdir. Doğuşa elmi və humanist yanaşmadır. Ege Hospitalda ilk dəfə olaraq, eksprompt olaraq suda doğuş gerçəkləşdi. Mən pediatrist olaraq suda doğuşa şahid edən bir həkim idim. Suda doğuşun bir çox faydası var uşağımıza. Ən önəmli faydalarından biri doğuş prosesinin tezləşdirdiyini gördüm və tezləşdirərək əslində uşağın çanaqda qalmamasını sağlayır və bu şəkildə də doğumla ilgili ağırlaşmaların qarşısını alır. Doğuşu gerçəkləşdirdikdən sonra uşağı ananın döşünə qoyaraq uşağın ilk südün əmməsinə şərait yaratdıq və tən-tənə təması gerçəkləşdiririk. Bütün xanımlara suda doğuşu önərirəm. Mən həkim mama ginekoloqam, ancaq bu videoda sizə öz doğuş təcrübəmi və öz doğuş hekayəmi danışacağam. Bu mənim ikinci doğuşumdur. Birinci doğuşum nisbətən çətin keçmişdir. Ancaq mənim və övladımın sağlamlığı yol verdikcə normal doğuşdan vaz keçmək istəmirdim. Ona görə də daha başqa yollar sınamaq qərarı aldım, suda doğum kimi. Suda doğum fizioloji doğumu dəstəkləyən üsullardan biridir. Suyun içərisində olduğum zaman bədənim daha sakin və daha rahat idi. Mövqe dəyişmək daha asan idi. Hərəkətlər daha rahat idi. Ağrı yox idi, heç yox idi deyə bilmərəm. Çünki bu normal doğumdur. Təbii ki, ağrı olacaq. Ancaq ağrının qüvvəsi, miqdarı daha az idi. Uşağın suya çıxışı daha rahat idi. Çünki uşaq su mühitindən su mühitinə çıxır. Həkim kimi bilirəm ki, hər doğuş suda olmaz. Pasient kimi bilirəm ki, qadının sağlamlığı və övladın sağlamlığı yol verdiyi müddətcə suda doğum çox gözəl bir seçimdir. Ancaq unutmaq lazım deyil ki, suda doğum məsuliyyət işidir, etibar işidir və komanda işidir. Dünyanın bəzi ölkələrində suda doğuş alternativ və komfortlu doğuş etmək məqsədi ilə həyata keçirilir. Burada məqsəd ananın komfortlu doğuş etməsinə bir üsul kimi həyata keçirməkdir. Təbii ki, fizioloji doğuş aktı burada ancaq latent fazanı ötürüb aktiv faza başlayanda başlamaq lazımdır. Mütləq həkim və mamanın iştirakı vacibdir. Üstünlüklərini nəzərə alsaq, ananın psixoloji dəstəyini və rahat doğuş aktına keçməsini nəzərə ala bilərik. Burada ana daha rahat, daha komfortlu bir şəraitdə olur. Suda doğuşu həyata keçirmək üçün mühit steril və komfortlu olmalıdır. Mütləq burada acil durum yaranarsa əlimizin altında durumu aradan qaldırmaqdan ötürü bütün şərait tədbirləri əl altında olmalıdır. Hər doğuşdan sonra həmin doğuşu keçiriləcək vannalar gigiyenik qaydada steril şəraitdə təmizlənməlidir. Ana tərəfindən daha çox bəyənilən bəzi analar daha çox üstünlük verir ki, suda doğuşda daha rahat, daha komfortlu olurlar. Ona görə mən bütün analara, ana olmaq istəyən hamilələrə müraciət edirəm ki, bunu həkim məsləhəti ilə həyata keçirsinlər. Hər hamilə olan, hər doğuş etmək istəyən qadınlar suda doğuşun üstünlüklərini və risklərini nəzərə alıb müraciət etməlidirlər.